Gülşad xanım, xoş gördük sizi. Xoş gördük Sevinç xanım. İzləyiciləri də salamlayıram. Buyurun, dinləyirəm sizi. Başlayaq söhbətə. Keçən dəfə yarımçıq qalmışdıq. Sizə veriləsi suallar hələ çoxdur. Amma gəlin başlayaq depressiyadan. Hər zaman üçün depressiya aktualdır. Mən depressiyadayam. Bəzən insanlar özlərinə hər hansısa psixoloji ad da qoya bilir ki, mən depressiyadayam, halım yoxdur, heç çıxmaq istəmirəm çölə. Amma əslində gəlin bir mütəxəssis dilindən deyək ki, depressiya nədir? İlk öncə izah eləmək istəyirəm bir şeyi. Biz dedik ki, keçən dəfəki danışığımız yarımçıq qaldı. Bugün davam eləmək istəyirik. Zaten biz hər danışıqlarımız bəlkə də dəfələrlə eyni mövzular olacaq. Amma hər dəfə bir başqa şəkildə izah eləyəcəyik, hər dəfə başqa yöndən baxmağa çalışacağıq. Bəlkə də keçən dəfə danışdığımız mövzunu bugün daha aydın şəkildə izah eləyəcəyik. Yəni, eyni mövzular olmağına baxmayaraq, hər dəfə yeni bir şey öyrənəcəyik, hər dəfə yeni bir qatqılarımız olacaq, faydalarımız olacaq, inşallah ki. Gəldik depressiyaya, belə bir şey deyim. Depressiya əslində hər kəsin baxdığı, bildiyi bir qapanma, bir həyatdan küsmə, burnout sindromu deyirik. Yəni, bir həyat eşqinin sönməsi, özünü dünyadan təcrid eləyən bir görüntü yaranır. Mən yenə deyirəm, terminlərlə danışmaq istəmirəm, daha sadə dillə, keçən dəfə də dedim, bunu danışmaq istəyirəm ki, hər kəs aydın bizi başa düşə bilsin. Amma əslində depressiya bizim üçün nə qədər xeyirli bir şey olduğunu biz bilsək, biz bunu anlasaq, bəlkə də depressiyadan şikayət eləmərik. Belə bir izah verim, misal çəkək, onun üzərindən gedək. Biz bir şeyə çox əsəbi olduğumuz halda deyirik ki, əsəbi halda heç bir şeyə reaksiya verməyin, düzdür? Bəli. Əsəbi halda ağıl olmaz. Əsəbi başda ağıl Hirsli olmaz başda ağıl deyirik. olmaz. Hirsli başda ağıl olmaz deyirik. Hətta deyirlər, dur üzünə su vur, hirsin yatsın. Bizim depressiya düşməyimizin səbəbi odur ki, bizi özümüzdən və ətrafımızdan qoruyur. Yəni bir fasilə. Məsələn, adi məktəbdə dərs keçirik. 45 dəqiqə dərsi müddətidir və 5 dəqiqə və yaxud 15 dəqiqə bir tənəffüs, bir fasilə müddəti var. Ondan sonra növbəti dərsə keçid alınır. Bunun səbəbi nədir? Bizim beynimizin bizə verdiyi fasilə, pauza. Əslində depressiya dediyimiz bizim bədənin pauzasıdır. Yorulur insan. Bəli, insan ehtiyac duyur özü ilə apardığı, içərisində apardığı üsyanlar, mücadilələr, o mübarizələr, o aqressiya, kin bir müddət yüksəyə qalxanda beyin onu müvəqqəti olaraq söndürür. Siz depressiyanı sanki təriflədiniz, belə deyim. Tərifin demədiniz, təriflədiniz. Bəli. Amma gəlin bizim başa düşdüyümüz depressiyanı deyim sizə. Yəni mən hazırda sanın ki bir pasiyentim. Yəni mən sizin dediyiniz tərəfdən baxa bilmirəm. Çünki əgər depressiv hal mənim üçün bir otağa qapanmadır. Əgər mən nələrdənsə sıxılaramsa və ya özümü çox pis hiss edərəmsə, təbii ki, sakit bir otağa çəkiləcəm, amma bu baxır bəlkə uzun çəkəcək. Məsələ budur. Mən onu izah eləməyə çalışıram ki, biz onun depressiya adına sarılsaq, mən depressiyadam deyə, mən özümü yaxşı hiss eləmədən, özümü qapanmış şəkildə bir otağa bastırsam ki, depressiyadayam, bu zaten uzun müddət davam edəcək və artıq depressiyadan sonra daha ağır fəsadlar verməyə başlayacaq. Amma depressiya dediyimiz müddət əslində insanın ən gözəl faydalanacağı müddətdir. Biz ona baxışımızı dəyişirik. Bəli. Keçən dəfə də Məsələ dediyiniz budur. kimi. Biz depressiyanı depressiya olaraq, xəstəlik olaraq, psixoloji pozuntu olaraq qəbul etdiyimiz halda onun fəsadlarını əldə etməyə başlayacağıq. Əgər depressiyanın bizim üçün sadəcə bir fasilə olduğunu anlasaq, bizim üçün bizi müdafiə eləmək üçün olan beynin bir söndürməsi olaraq baxsaq, yəni mən hal-hazırda bir üsyandayam, müvəqqəti olaraq beyin sənin üsyanını dindirmək üçün özünə və başqalarına bir fəsadların toxunmasın deyə müvəqqəti səni bir pauzaya salır. Pauza, o mola bir müddətdən sonra artıq sən bilsən ki, sənin üçün bir fasilədir və oradan çıxmağa başlayacaqsan. Sizcə depressiv bir hal yaşayanda insan beyni o qədər şəffaf düşünə bilirmi ki, mən bunu idarə edim?
Yox, bəli, əlbəttə düşünə bilmir. Onun üçün də deyirik ki, biz təfəkkürümüzü, biz bax bu danışdığımız, paylaşdığımız bu şeylərdən insanlar yararlanaraq, bu bilgilərdən yararlanaraq artıq depressiyanın nə olduğunu öyrənsələr, həmin haldan sadəcə mən hal-hazırda müvəqqəti bir pauzadayam, müvəqqəti bir fasilədəyəm deyə öyrənəcəklər. Beynimizlə bədənimizin sanki bir-birinə siqnal ötürərək bizi idarə etməsi kimi bir şeydir depressiya. Niyə deyirəm? Tutaq ki, biz beynimiz düşünür ki, biz depressiyadayıq. Və eyni zamanda axı bizim depressiyada olanda bədənimiz də süsləşir. Yəni onda belə çıxır ki, beynimiz bədənimizi aldadır, ya bədənimiz beynimizə inanır. Nə baş verir ki, biz o hala bilirsiniz, təkcə təfəkkürümüzdə düşmürük ki. Biz o hala bütün varlığımızla düşürük. Yəni biz depressiyaya düşürük. Ayağa durmağa halımız olmur. Yemək yeməyə heç ümumiyyətlə ağlımızdan keçmir. Heç kimi görmək istəmirik. Yəni yarı beyin işidir, yarı da həqiqətən də fizik işidir. Bədənimiz də istəmir bunu. İlk öncə mən bu tərəfinə toxunmaq istəyirəm. Çox vaxtı depressiyanı, yəni adi insanlar depressiyanın özünün nə olduğunu bilmirlər. Ümumiyyətlə bunu bir mütəxəssisə müraciət etməsələr, sadəcə oradan-buradan eşitdikləri bir sözlərlə depressiyadayam deyə vərdiş, şablon şəkildə özlərinə bir diaqnoz qoyurlar. Flankəs narsistdir deyil. Bəli, flankəs narsistdir, o depressiyadadır, bu nə bilim hansısa bir şəkildə OKP-si var. Yəni eşitmişik, amma bilmirik nəyin nələr olduğunu. Bir mütəxəssisə müraciət edəndə bəlkə də başqa bir şey ortaya çıxır, əslində heç bir aidiyyəti olmur. Mən bu mövzudan öncə toxunmaq istədiyim başqa bir şey var. İnsanların özlərinə qoyduğu diaqnoz və mütəxəssislərin belə pasientlərə qoyduğu diaqnoz. Yəni, sualımın biri də o da elə. Ora gələcək, amma hazırda mənim sualıma sizdən cavab buradan keçib o tərəfə getmək istəyirəm. Bəli. Çünki bizim beynimiz elə bir şəkildə işləyir ki, biz özümüzə hansı adı qoyuruqsa, o adın altında formalaşmağa başlayırıq. Məsələn, mən sizə Sevinç xanım deyəndə, siz mənə reaksiya verirsiniz, düzdür? Çünki bu adın altında artıq özünüzün Sevinç olduğuna inanmışsınız və bu adın altında özünüzü təqdim edirsiniz. İndi mən sizə tənbəl Sevinç xanım qəbul etməyəcəm. Qəbul etməyəcəksiniz. Amma əgər sizi uşaqlıqdan tənbəl deyərək çağırsaydım, təbii ki, öyrəşəcəkdim. Tənbəlin anlamını biləndən sonra beyin artıq o tənbəli qəbullanıb özü belə tənbəl bir görüntü yaratmağa başlayacaq. Etiraz etməyəcək? Yox, etiraz etməyəcək. Çünki etiraz etsə belə şuurlu, bədən onu davamlı qəbullandığına görə artıq bədən tənbəl olaraq davranacaq, şuur üsyanda olacaq. Məsələmiz budur. Beynimiz bədənimizi inandırır ki, sən depressiyadasan. Bəli, önəmli olan depressiya sözünü özümə diaqnoz qoyub, mən depressiyadayam dediyim halda, mən heç bir zaman oradan çıxa bilmərəm. Mən bu adın altında özümü artıq bir yoğurmuş oluram və bu qəlibə formalaşdırıb, o qəlibi artıq qəbullanmış oluram. İnsan yəni özü özünə ad qoymamalıdır. Hər hansısa, yəni bilib-bilmədən belə deyək də, bilib-bilmədən hər hansısa bir adı özünə qoymamalıdır, hər hansısa psixoloji adı altında özünü inandırmamalıdır. Bəs mütəxəssislər necə? Yəni tutaq ki, mənə bir ad deyək də, yəni bu xəstəlikdirmi, psixoloji haldımı, bunu mənə ya həkimim deyib, ya psixoloqum deyib, axırı biri bir şəkildə mənim üzümə deyir ki, tutaq ki, sən OKP-sən, tutaq ki, sən narsistsən və ya sən depressiyadasan. Bəs bu hal necə? Yəni deyilə bilərmi? Normaldırmı bu şey? Mən öz tərəfimdən baxışımı deyəcəm, yanaşmamı deyəcəm. Belə bir deyim var ortalarda. Psixoloqlar çoxalandan xəstəliklər, psixoloji hallar çoxalıb. Yəqin ki, bunu hər kəs eşidib. Dırnaq arasına ala bilərik onu. Dırnaq arasına ala bilərik. Yəni mən buna bir dənə yanaşma vermək istəyirəm. Əslində belə deyil. Əslində psixoloqlar çoxalıb deyə, xəstəliklər çoxalıb deyə bir şey yoxdur. Zaten bu psixoloji problemlər hər zaman var idi. Sadəcə indi adları qoyulduğuna görə daha çox gözə çarpmağa başlayıb. Və insanlar o adları özlərində bilə-bilməz, yəni özlərinə diaqnoz qoyaraq o adın altında özlərini formalaşdırmağa başlayıblar. Əslində bunu bilməyəndə
o adın, belə deyək də, o psixoloji halın xarakteristikasını bilməyəndə, heç də o xarakteristikadan xəbərsiz olduqları üçün, yəni o vəziyyətdən çıxa bilirdilər. Amma indi artıq depressiya mı olsun, narsist mi olsun, biz kiməsə narsist deyəndə, narsistin xüsusiyyətlərini avtomatik olaraq bilməsə belə, gedib açır hansısa bir sosial şəbəkələri, açır oradan oxuyur, narsistin xüsusiyyətlərini bilir və yavaş-yavaş başlayır özünü o xüsusiyyətlərə büründürməyə. Bilə bilməz, mən narsistəm. Və yaxud da özü bilmədən narsistliyi qəbullanır, amma üsyan edir ki, yox, mən narsist deyiləm. Narsist deyiləm deyə özü narsistə çevrilməyə başlayır. Yəni onu daha da qatılaşdırır. Bəzən də öyünürlər. Bilirsiniz ki, o qəşəng xüsusiyyətlər var. Nə bilim, əgər içində hegemonluq varsa, əgər idarə etmək kimi bir şey varsa, daha demirlər ki, narsistlik o deyil. O daha əslində bütün psixotiplər hamımızda var. Təbii ki. Faiz olaraq sadəcə çox az olması var. Yəni, biri var hallar, yəni tutaq ki, depressiv hal başqadır, depressiya başqadır. Nə bilim, narsist başqadır, narsistlik xüsusiyyətləri başqadır. Yəni bəzən xüsusiyyətləri görən kimi həmin bir diaqnoz qoyuruq ki, hə, mən buyam, amma elə deyil bəzən. Bu yaxınlarda bir tədbirdə xanımın biri dedi ki, mənim yoldaşım narsist olub, mən illərlə mübarizə aparmışam və məsələ odur ki, səhnəyə çıxmışdı. Mən mübarizə apardım və mən bugün səhnədəyəm. Ailəmdə də hər şey qaydasındadır. Bircə kəlmə dedim ki, yoldaşınız narsist olmayıb. Yox, nə danışırsınız? Mən dedim, psixoloq qoymuşdu bu diaqnozu. Deyir, yox. Amma o narsist idi. Mən oxumuşdum filan. Dedim, əgər o narsist olsaydı həqiqətən də siz bugün bu səhnədə olmayacaqdınız. Çünki narsist, əsl narsist, vampir kimi çəkir. Narsist qarşısındakı insanları incidərək, aşağılayaraq və eyni zamanda özünü incidərək tatmin olan, duyğularını tatmin eləyən bir belə deyək, psixotipdir. Yəni əslində onların məqsədi özlərini xoşbəxt eləyib özlərini sevmək deyil, əksinə özlərini sevməyən insanlardır. Belə deyək də, qarşısındakini tutaq ki, həmin xanım əgər dediyi kimi yoldaşı narsist olsaydı, o xanım daim özündən küskün və narazı vəziyyətdə yaşamalıydı. Əgər bir xanım, bir səhnəyə artıq çıxıbsa və özü mübarizə aparıb, öz həyatını gözəlləşdiribsə, onun yoldaşı narsist ola bilər. Baxır yəni də oradakı ünsiyyətə, münasibətə baxmaq lazımdır. Ruh yüksəkliyi ola bilərmi bir insanda? Yəni narsistin ətrafında olan insanda ruh yüksəkliyinin olması belə deyək, özünə nifrət elətdirir əslində. Sizlə tam razıyam, amma yenə də hər bir vəziyyətdə münasibətlərə baxmaq lazımdır. Yəni bu şəkildə biz o diaqnoza deyə bilmərik ki, onun yoldaşı narsist və yaxud da narsist deyil. Yəni gərək cütlüyün münasibətini araşdırıb və həqiqətən də baxmaq lazımdır orada necə. Amma məsələmiz o deyil. Məsələmiz diaqnoz qoyub və bu diaqnozun altında insanları ona inandırmaq. Məsələn, bir mütəxəssisə əgər bir pasiyent müraciət eləyirsə, səndə filan xəstəlik var deyərək və yaxud da səndə filan psixoloji hal var deyərək biz ona bu diaqnozu qoyduğumuz halda o artıq o xəstəliyi daha da çoxaldacaq, daha da inkişaflətdirəcək və daxilində onu daha da qəbullanıb o xəstəliyə bürünməyə başlayacaq. Əvvəllər bu xəstəliklərin adını bilinmədiyi üçün insanlar bu halları keçirdirdilər, amma xəbərləri yox idi ki, hansı haldadılar. Adını bilmədiyi üçün, xüsusiyyətini bilmədiyi üçün rahatlıqla bu haldan çıxa bilirdilər. Bayaq depressiyanı dediniz, mən elə bunu izah eləmək istəyirdim ki, əslində depressiya bizim bədənimizin ən gözəl hallarından biridir. Amma biz neyinirik onu? Bir psixoloji hal olaraq öyrənmişik, terminoloji olaraq xüsusiyyətləri bunlardır, adı budur, depressiyadır və onun altında özümüzü məhv eləməyə başlayırıq. Mən hətta elə buna da toxunmaq istəyirəm, bürclər. Hər kəs mən filan bürclənəm, mən oğlaqam, mən oxatanam, mən şirəm, mən filan şeyəm. Yəni bürclərin altında özlərini formalaşdırırlar. Xarakterə bürünürlər. Bəli. O xarakter o vaxt da formalaşır ki, sən şirin bütün xüsusiyyətlərini özünüzündə daşımağa çalışırsan. Sən oğlaqın bütün xüsusiyyətlərini özündə formalaşdırmağa çalışırsan. Əslində hər kəs, hər bir bürcün xarakterinə malikdir. İstədiyi halda, istədiyi şəkildə dəyişə bilər. Eşitdiyi üçün daşımaq məcburiyyətindədir. Eyni şəkildə. Sadəcə özünü o adın altında formalaşdırır və həmin adı qəlibləşdirib özünü ona belə deyək, tabe edir, qəbullanmağa başlayır. Mən şəxsən belə deyək də
öz yanaşmamda və mənə müraciət edən bütün pasientlərimə heç bir zaman onların diaqnozlarını və yaxud da onlarda gördüyüm bir şeyi psixoloji hal olsun, istər nə olur olsun, yəni demirəm. Çünki belə deyək, həmin ad altında özünü incitməsini istəmirəm. O ad altında özünü formalaşdırıb məhv eləməsini istəmirəm. Əksinə, belə deyək, tutalım, bayaq tənbəl dedik. Tənbəl bir şəxsə sən nə qədər aktiv, nə qədər pozitiv, nə qədər məsuliyyətli birisən dediyiniz halda bir müddətdən sonra onun həmin adın altında artıq özünü göstərdiyini görəcəksiniz. 40 gün ömrü var, 20 gün. 40 gün deyirik, 20 gün. 40 gün deyirik, amma əslində orqanizmdə atomların dəyişməsinin günü 21 gündür. Yenə də 21 gün ərzində atomlar dəyişə bilər orqanizmdə, amma bu davamlı şəkildə davam eləməyəndə yenə də bir qırılma baş verir. O qırılmanın nəticəsində yenə də insan yenidən geriyə dönür. Biz keçən dəfə sinapsis bağlardan danışdıq, beyində neyronların əlaqəsindən. Neyronlar əlaqəsini orada itirir və köhnə əlaqələr daha qalın, daha belə deyək də tutumlu olduğuna görə, qəlibləşmiş olduğuna görə beyin yenidən ona qayıdır. Belə deyək də biz deyirik, konfor alanını çıxmaq istəmirik, mənim konfor alanım. Biz o qədər inanırıq ki, bizi incidən şeylərə, onu belə konfor alanına keçirdirik, oradan çıxmaq istəmirik. Bataqlığın içində, palçığın içində çabalayırıq, amma biz o bataqlığın içindən çıxmaq istəmirik. Çünki özümüzü zənn edirik, bataqlığın içində çox huzurdayıq. Beyin tənbəl ola bilərmi? Ümumiyyətlə, tənbəl ruhumuz qoymur bizi çıxmağa. Yeni bir addım olacaq axı. Axı, əgər biz o dediyimiz, öyrəşdiyimiz zonadan çıxsaq və ya öyrəşdiyimiz zonadan çıxmağımız üçün bizim biraz hərəkət etməyimiz lazımdır. Axı, istəmirik o hərəkət etmək. Bizim oradan çıxmağımız üçün əslində bizi incidən qorxularımızdır. Sual altında olan qorxularımız. Tənbəlliyimiz deyil. Yox. Tənbəlliyimizin də altında yatan qorxularımızdır. Mən bu bataqlıqdan çıxıb nə baş verəcək bilmirəm. Bir sual verim. Buyurun. Mən xaricə getmək istəyirəm. Həyatımı orada qurmaq istəyirəm. Amma mən vay, nə çətindir ora getmək deyirəm. Xaricə getmək dediyimiz halda biz bütün bu sorğu suallar içəridən baş qaldırdığı üçün, o qorxularımız bizim yarandığı üçün beynimiz həmin xaricə getməkdən imtina edir. Biz artıq o yoldan geri çəkilirik və oturduğumuz yer mənim üçün ən yaxşı yerdir deyib otururam. Gəlin bir dənə sizə bir misal deyəcəm. Bir auditoriyada davamlı dərs gedir, yəni hər həftə o auditoriyaya biz daxil oluruq. Tutalım 7-8 nəfər və yaxud da 10 nəfər dərsə gəlir. Bu, rutin halında davam edir dərslər və hər kəs gəlir bir yerdə oturur ilk dərsdə. İkinci dəfə o auditoriyaya yaxınlaşanda, ikinci dərsə, hər kəs yenə birinci dərsdə seçdiyi yerdə oturur. Niyə? Beyin ora öyrəşib də, bilirik ki, yerimiz buradır. Yerimiz burada deyə qəbul etdiyimiz bir şey odur ki, beyin oranı təhlükəsiz qəbul edib. Başıma daş düşmür. Mən artıq rahatam. Bir dəfə yoxlamışam. Burada yoxlamışam. Mən burada rahatam. Artıq mənim üçün buradakı vəziyyət təhlükəsizdir deyə qəbul etdiyi üçün oranı özünə konfor alanı seçir. Bunu hər kəs edir, yoxsa tutaq güvən problemi olan insanlar edir? Güvən problemi olan insanlar daha çox eləyir, amma beynin avtomatik olaraq funksiyası təhlükədən, yəni müdafiə mexanizmi işlədiyi üçün daha çox təhlükəsizlikni təmin eləyir bədən. O təmin elədiyi üçün biz yenə də həmin yeri seçirik. Amma fərqinə varanda ki, mən komfort alanına, yəni seçdiyim yer əslində mənim üçün komfort deyil, bundan da daha yaxşısı var deyə düşünsəm, başlayacağam dəyişməyə yerlərimi. Dəyişmək bizə nə öyrədəcək? Hər bir şeyə, hər bir obyektə başqa-başqa baxışlardan baxmaq öyrədəcək. Mən əgər bir yerdə oturaramsa, mən davamlı bir yeri seçərəmsə, mənim artıq yeni versiyalarım formalaşmır. Mənim yeni baxışlarım formalaşmır. Mən bir hadisəyə başqa-başqa baxışlarla baxmıram. Sadəcə öyrəndiyim bir baxışla baxıram. Yerimi dəyişməklə həmin obyektə hər bir rakursdan baxmağı öyrənməyə başlayıram. Və bu bədən, beyin başqa bir hadisələrdə fərqli yanaşmalar öyrədir bizə. Çox maraqlı.
Bir yerdə bir ifadə işlətdim. Necə deyirlər, özümün də xoşuma gəldi. Beynin dilini soruşdum. Bədən dili eşitmişik. Amma sizin danışdıqlarınızdan belə çıxır ki, beynimizin də bir dili var. Biz sussaq da o danışır. Yəni o bizə nələrisə göstərir. Nədir? Varmı belə bir şey, beyin dili? Əlbəttə, beyin dili dediyimiz şey, əslində biz keçən dəfə barədə danışmışıq. Sözlər, düşüncələr. Beynimizin dili hansı şəkildə dəyişməlidir? Sual verirlər ki, sözlər, düşüncələr, keçən dəfə də sizin belə bir sualınız var idi ki, sözlər, düşüncələr bu qədərmi həyatımızı dəyişdirir? Bəli, dəyişdirir. Sözlər, düşüncələr təkrar olaraq, keçən dəfə də dedik, davamlı dedikcə təkrar olaraq o bir duyğuya çevrilir. Və duyğu olaraq bizim həyatımızda artıq hormonlar ifraz olunur, yəni bədənimizdə hormonlar ifraz olunur. O hormonların nəticəsində biz reaksiya verməyə başlayırıq. Beyin dili dediyimiz şey proqramlaşmadır. Yəni mən bununla bağlı bir dənə belə deyək də bir tövsiyə də etmək istəyirəm ki, insanlar həyatlarında bunu etməyə başlasınlar. Beynin dili sadəcə mənim özümü tanımağım, özümü tanıyandan sonra sözlərimi dəyişməyim, sözlərimi dəyişərək düşüncələrim dəyişəcək, düşüncələrim dəyişdikcə qavram dəyişəcək, qavrayışlar, qavrayış dəyişdikcə hadisələr dəyişməyə başlayacaq. Qarşımdakı olan hər şey artıq dəyişməyə başlayacaq. Hadisələr dəyişdikcə mənim həyatım dəyişməyə başlayacaq. Bu da deməkdir ki, mən qədərimi dəyişəcəm. Beynin dili bizim sözlərimizdən başlayır. Yəni, gün ərzində, bayaq dediyim tövsiyə, həmin o tövsiyə dediyim bir texnikanı deyəcəm. Sadə bir texnikada hər kəs eləməyə çalışsa, bunu öz həyatlarında tətbiq eləsə, nə qədər belə deyək də, əziyyət çəkdiklərini və nələri yanlış elədiklərini görəcəklər. Biz həmişə deyirik ki, hamımız danışırıq, söhbət eləyirik, amma əslində biz danışmırıq. Çünki danışmaq başqa bir şeydir, düzgün danışmaq tamamilə fərqli bir şeydir. Beynin dili dediyimiz düzgün danışmaqdır. Düzgün danışmağı öyrənmiş olsaq, ünsiyyətlərimiz daha rahatlaşar, bir-birimizi daha yaxşı anlayarıq. Və həyatımızda bayaq dediyimiz kimi hormonlarımız dopamin, serotonin ifraz eləyər və bu o deməkdir ki, yüksək frekansdır və qarşımızdakı baş verən bütün hadisələr artıq gözəlləşməyə başlayır. Yaxşı, düzgün danışmaq nədir? Sual çıxır buradan ortaya ki, düzgün danışmaq necə olur? Düzgün danışmaq ilk öncə, keçən dəfə də bunu demişdik və bugün də deyirik, mənfi bütün düşündüyümüz, mənfi bildiyimiz bütün sözlərdən yavaş-yavaş fərqinə vardıqca azad olmaq və eyni zamanda inkarda olan bütün sözlərdən imtina eləmək, bunu təsdiqdə işlətmək. Bunu insan başlayanda bir müddətdən sonra artıq susmağa başlayır. Çünki bilmir nəyi necə eləsin. Hansı şəkildə davransa, ona yanlış gəldiyi üçün belə eləsəm yanlış deyəcəm, düz tərəfini də hələ bilmirəm. Başlayacaq düşünərək addım atmağa, düşünərək addım atmağa və həmin anda düşünə bilmədiyi üçün, çünki hələ yeni vərdişlər yaranmayıb, yeni sözləri istifadə etməyi, cümlələri öyrənmədiyi üçün müvəqqəti olaraq susmağa başlayacaq. Belə eləyə bilmirəm, belə eləyə bilmirəm, belə danışa bilmirəm, bu şəkildə danışa bilmirəm, susmağa başlayacaq və insanı susduqca daxilinə endirəcək. Yeni cümlələr, yeni sözlər öyrənməyə başlayacaq orqanizm. Beyindən, şuur altından yeni informasiyalar artıq gəlməyə başlayacaq. Gəlin bir təcrübədən irəli çıxaq, onu daha aydın olar. Məsələn, bu ruçkanı siz mənə necə təqdim eləyərsiniz? Mənə təqdim eləmək istəsəm. Götürərəm və deyərəm ki... Buyurun, təqdim eləyin. Gülşad xanım, bu ruçka sizə lazım olacaq. Əlinizdə olsun. Çünki biz proqram aparırıq. İndi başqa şəkildə təqdim eləyin, zəhmət olmaz. Bunu sözlə yox, yəni hərəkətlə də eləyə bilərsiniz. İndi başqa bir şəkildə eləyin. İndi bir başqa şəkildə eləyin.
Tamam. Baxın, görürsüz, hər dəfə beyin bir şeyi çıxartdı ortaya. Biz beynin nə qədər... Amma yorulur adamın beyni. Tamam, Mən çünki düşünürdüm ki, hansı bilmədiyin yolları artıq beyin sizə verməyə başlayır. Məsələ budur ki, biz beyni nə qədər zorlasaq, o qədər bizə versiya verəcək. Biz danışıq dilini vərdiş elədiyimiz üçün, yanlış danışıqlara öyrəşdiyimiz üçün bunu düz zənn eləyirik, düz danışmağı zənn eləyirik. Əslində düz danışmağı öyrənmək, yəni bizi bax bu proseslərdən keçirdir. Mənə aydın oldu. Məsələ budur. Biz düz danışmaq üçün mənfilərdən azad olmaq və inkarda yox, təsdiqdə danışmağı öyrəndikcə həmin dediyim proseslərdən keçəcək və bizim beyin davamlı bizi susturaraq yeni versiyalar verəcək. Sual olaraq beyin başlayacaq işləməyə, axtarış etməyə və beynin içərisindəki şuur altındakı olan yeni versiyaları bizə təqdim eləyəcək. Bu da nə deməkdir? Bizim beynin daha aktiv şəkildə işləməsi və düzgün yola gəlib çıxmamız. Siz danışdıqca ağlımdan bir şeylər keçirdi. Bəzən kimsə desəydi ki, tutaq ki mənə, gəl səni dəyişək, gəl bu fikirlərin, düşüncələrin, həyat tərzin yaxşıya doğru da təbii ki, dəyişək səni. Mən etiraz edərdim və ya psixoloqa get, etiraz edərdim. Amma həyat bəzən biz sadəcə məlumatı eşitməyə açıq olanda həmən etməsən də olar. Amma məlumatdır da, icazə verim, bu mənim beynimə gəlsin. Sanki zamanı gələn kimi onlar səni dəyişir. Yaxşıya doğru təbii ki. Yəni, mən özüm bunu, bilsin necə, sanki yaşayaraq. Bugün yəni elə gözəl tövsiyə verdiniz ki, hazırda. Yəni elə gözəl nümunə idi ki, mən sadəcə özümə icazə verdim ki, onu sizə təqdim edim. Sonuncuda açıq deyə bilərəm də, atmaq istədim qələmi. Yəni fərqli-fərqli şəkildə hər kəsin özünün bildiyi təcrübələrdən irəli gələcək. Yəni yoruldum, bildiniz necə? Əsəbləşdim. Amma səbrimi belə, yəni buradan bir şey də çıxdı ki, qarşı tərəf bunu bəyənmədi və mən səbrimi sınadım, onu qarşı tərəfin istəyinə uyğun olaraq səbrlə verməyə çalışdım. Mən keçən dəfə də demişdim ki, lövhə ilə gələcəm. Bugün də unutdum lövhə ilə gəlməyi. Amma söz verirəm, gələn dəfə mütləq şəkildə bizim burada lövhəmiz olacaq. Çünki nə baş verdiyini çəkərək izah eləmək istəyirəm. Əslində nəyə görə siz ruçkanı atmaq istəyirdiniz? Nə baş verdi ki, beyin yoruldu və ruçkanı atmaq istəyirdiniz? Yəni bu beyin. Bəli, bu beynin hansı formada dirəncə girdikcə reaksiya verib yenidən geriyə qayıtması. Yəni bu prosesi mən çəkərək göstərmək istəyirdim. İnşallah gələn görüşlərimizdə zaten lövhə ilə izah eləyəcəm. Çox maraqlı hiss idi. Yəni mən istədim ki, uşaq kimi imtina edeyim. Yəni atım ki, götür və bir də istəmə məndən. Amma bayaq dediyim texnikanı deyəcəm indi. Yəni tövsiyə eləmək istədiyim ki, insanlar bunu həyatlarında eləsinlər. Bir həftə ən azından bütün ağzında danışdıqları mənfi sözlərə diqqət yetirsinlər. Hansını fərqinə varacaqlarsa, o sözü həyatlarından çıxartsınlar, onu müsbət sözlə əvəz eləsinlər və inkarda dedikləri hər bir sözü və yaxud da cümləni təsdiqlə deməyə başlasınlar. Yəni, bacarmıram yox, bacarıram. Misal üçün, yalan danışmıram yox və yaxud da yalan danışıram yox, düz danışmıram. Və valideynlər özləri də bilmədən öz uşaqları ilə yanlış davranışlarda, yanlış yanaşmalarda olurlar. Hansı ki, vaxtı ilə də öz valideynləri belə yanaşıblar. İndi də eyni şeyi özləri eləyirlər və çox maraqlı bir şey var. İzah eləyə bildim? Və yaxud da görürsünüz... Yalanı çıxartdıq aradan. Bəli, yalanı çıxartdıq artıq. Mənfi getdi, belə deyək də, öz işinə. Mənfilərin hamısını orada silmək lazımdır. Bir həftə, ən azından bir həftə bunu eləməyə başlasınlar. Düzdür, zaten fərqinə varmadıqları o qədər mənfi sözlər olacaq və gün ərzində biz o qədər yanlış danışırıq ki, fərqində deyilik. O qədər yanlış duyğular, yanlış hisslər, yanlış ifadələr, yanlış düşüncələrin içindəyik ki, bunun belə fərqində deyilik. Yanlış düşüncə, yanlış ifadə, hətta söyüş, bunlar beynimizin nə kimi məhsuludur? Yəni, nə baş verir ki, o şeylər çıxır bizim ağzımızdan? Bu bizim uşaqlıqdan gətirdiyimiz təcrübələrimizdir. Keçən dəfə də bu barədə danışmışdıq. Təcrübələrimiz uşaqlıqdan hansı şəkildə davranışları
öyrəşibsə, öyrənibsə, bizim özümüzə hansı şəkildə yanaşılıbsa, biz uşaq olaraq bizə sən uşaqsan, uşaq yerində otur və yaxud da söz demək istəyəndə sən kimsən ki, mənə iş öyrədirsən. Valideynlər tərəfindən olan davranışlar, mən ən sadə, primitiv yadıma düşənləri deyirəm, amma ən qədər davranışlarımız var ki, gün ərzində var. İnsanlar şikayət eləyib, tənqid etdikləri hər bir şeyi özləri də bilmədən özləri eyni şeyi eləməyə başlayırlar. Eyni şəkildə davranmağa başlayırlar. Yəni, vaxtı ilə valideynlərini şikayət eləyib, valideynlərindəki yanaşmalarını, özlərinə qarşı olan yanaşmaları tənqid etdikləri halda bugün eyni şəkildə öz evladlarına yanaşırlar. Eyni yanlışı bilməyərək tətbiq eləyirlər. Yəni, mən anam kimi olmayacam. Mən atam kimi olmayacam, amma zaten atası anası kimi olur. Bu da o deməkdir ki, beyin öyrəndiyini tətbiq eləyir. Biz nəyi öyrənirik? Onu tətbiq eləyirik. Alışdığını, eləmi? Bəli. Amma beyin özü öyrədilən bir mexanizmdir. Bəli. Yəni biz 5 dənə analizatorlarla informasiyalar alırıq. Keçən dəfə bunu demişdik. Uşaqlıqda dediyimiz bizim öyrəndiklərimiz deyil, öyrədilənlərdir o zaman. Öyrədilənlər. Bizə öyrədilib. Öyrədilənlər, bəli. Amma biri də var, biz müəyyən yaşdan sonra öyrənib edirik. Yəni, mənə 20 yaşa kimi öyrədilənlərlə gəlmişəm, amma birdən nəsə olur, zəlzələdən, vəlvələdən nə baş verir? Beynim, mən dəyişmək istəyirəm və artıq mən beynimi başqa şey öyrədirəm. Belə deyək də, dediklərinizi daha rahat izah eləyim və müəllimimin ən gözəl, məni yetişdirən müəllimim var. Onun bir gözəl bir sözü ilə izah eləmək istəyirəm. Çox qəşəng bir söz deyirdi ki, uşaq ağ kağız deyil. Biz daima deyirik ki, uşaq ağ kağızdır. Yox, uşaq ağ kağız deyil. Uşaq oxunmayan kitabdır. Onun vərəqlərini cırmayın, bir də pozmayın. Uşağı öyrətmək əvəzinə onu müşahidə eləməyi öyrənməliyik. Zaten neuroloji xüsusiyyəti ilə dünyaya gəlib o uşaq. O uşağı sadəcə çözmək üçün müşahidə eləmək lazımdır. O uşağı öyrənmək üçün kənardan dayanıb onun hansı xüsusiyyətlərə malikdir, hansı duyğularla formalaşır, bunu öyrənmək lazımdır. Valideyn əgər özünün bildiklərini, özünün öyrəndiyi bilgiləri uşaqlara belə deyək də, məcburi şəkildə öyrətmək əvəzinə dayanıb uşaqları ilə bərabər onların duyğularını öyrənməyə çalışsa, tamamilə başqa səhnə ortaya çıxacaq. Tamamilə fərqli səhnə ortaya çıxacaq. Biraz fərqli ola bilər hazırda sualım, amma ümid edirəm ki, bu da çox maraqlı bir şey olacaq və insanlara kömək edəcək. Dediniz ki, uşaqlara, yəni uşaq kimi baxmayın, ağ kağız kimi baxmayın, onlara öyrətməyə çalışın filan. Bunu biz öz uşaqlığımızı təsəvvür edərək ona tətbiq edə bilərikmi? Eynən. Zaten uşaqlıq bizdə bir duyğu kimidir. Xatirə kimi qalıb bizdə və necə ki, özümüzdən ayrı bir və bugündən baxırıq keçmişə. Keçmişdə qalmış, amma bugün bizi bəzi hallarda idarə edən bir haldır deyək də uşaqlığımız. Onu da eyni ilə öz uşağımız kimi tərbiyə edə bilərikmi yeni metodla? Bəli. Biz zaten hansı davranışlarımızda əziyyət çəkiriksə, o bizim uşaqlığımızdan tamamlanmayan davranışlarımızdır. Hansı biz öz uşaqlığımızı qarşımıza davranış qoyub deməyək, onu duyğular deyək. Biz hansı duyğularımızda əziyyət çəkiriksə, o duyğularımız uşaqlıqdan tamamlanmayan duyğularımızdır və həmin yaşdayıq. Yəni onu öz qarşımıza qoyub tərbiyə edə bilərik. Onu qarşımıza qoyub, bəli, özümüz özümüzlə üzləşərək, özümüz öz daxilimizə enərək özümüzü dəyişdirə bilərik. Gəlin buna bir dənə sual belə deyək də, bir dəyişim üçün olan bir sual var. Əgər bir insan dəyişmək istəyirsə, hal-hazırda özünü yaxşı hiss eləmirsə, bir dənə sual verəcək. Mən kiməm? Mən hal-hazırda niyə yaxşı deyiləm və yaxşı olmağım üçün nə etməliyəm? Sadəcə bu suallar yetərlidir ki, insanı hal-hazırki vəziyyətindən çıxartsın. Yəni, beyin elə bir formada işləyir ki, anında sizin verdiyiniz reaksiya, yəni özünüzün özünüzə verdiyiniz reaksiya ilə beyin yenidən, belə deyək də, dəyişməyə başlayır. Anında dəyişir. Əgər sualı versə ki, mən kiməm? Mən niyə özümü yaxşı hiss eləmirəm? Səbəb nədir yaxşı hiss etməməyimə?
və yaxşı hiss etməyim üçün nə etməliyəm? Bu suallar onu artıq aktivləşdirəcək. Və o sualların cavabını tapsa, tapandan sonra özü görəcək ki, həyatında artıq inkişafı üçün, özünü tanımaq üçün yeni addımlar atıb və özünü bəlkə də başqa təlimlərdə, seminarlarda, başqa bir kitabların auşunda görəcək. Əla, çox təşəkkür edirəm. Suallarımın cavabını aldım. Son olaraq bir sual verəcəm sizə. Aktualdır. Sosial şəbəkələr həyatımıza nə qədər təsir edir? Ümumiyyətlə təsir edirmi? Bizim ən yaralı və düşünürəm ki, icazə verərək, bilərək və bilməyərək hər bir valideynin belə yaralı bir tərəfidir. Amma hansı ki, bunu belə valideynlərimiz icazə verirlər ki, bizim gənclərimiz bu bir, belə deyək də, indiki zamanın bir xəstəliyi mi deyim, bir ağır yarası mı deyim, ən yaralı tərəfimizdir. Yəni valideynlər elə özləri də bundan əziyyət çəkir. Bəs bayaq dedim axı ki, bilərək və bilməyərək. Özləri bilməyərək uşaqlarını da ötürürlər və eyni şəkildə özlərini də tətbiq eləyirlər bunu. Mən həmişə belə bir sual verirəm. Bilsəz ki, bir düşməniniz qapını açacaqsınız, sizi vurub öldürəcək. Bu düşməni qapını açıb içəri buraxarsınız. Amma biz bunu bilə-bilə açırıq, o düşmənimizi stolumuzun başına keçirdirik və əyləşib onu ürəyin istəyən ən gözəl yeməklərlə qidalandırırıq. Həmin o düşmən bizim elə baxan bu ilk öncə dediyimiz telefonlarımızdır. Bu telefonlardan istifadə bizim yəni ən böyük texnikalardan istifadə, təkcə telefonlar deyil burada. Yəni sosial şəbəkə deyəndə birinci texnikadan başlayaq, sonra sosial şəbəkələrə keçək. Çünki texnika olmasaydı sosial şəbəkələr olmazdı. İlk öncə texnikalardan istifadə qaydaları var. Biz əgər texnikalardan düzgün şəkildə istifadə etməyi öyrənmiriksə, o zaman o texnikanın içərisində baş verən istəyir sosial şəbəkə olsun, istəyir televizorlarda olan verilişlər olsun, hansısa bir kinolar olsun, heç vaxt düzgün şəkildə faydalana bilməyəcəyik. Önəmli olan o şeylərdən istifadə etmək deyil. Önəmli olan bütün texnikalardan, sosial şəbəkələrdən düzgün istifadə etməkdir. Bayaq dediyimiz kimi necə danışırıq, amma düzgün danışmağı bilmirik. Biz istifadə edirik bütün texnikalardan və yaxud da sosial şəbəkələrdən, amma düzgün istifadəni bilmirik. O zaman həmin istifadə etdiyimiz bizim düşmənimizə çevrilir. Amma düzgün istifadə edəriksə, bəli. İlk öncə düzgün istifadə deyəndə nədir? Mən buradan səslənirəm izləyən bütün hər kəsə. Televizorda, istər telefonlarda, fərqi yoxdur, sosial şəbəkələrdə. İzlədiklərinə diqqət yetirsinlər. Cinayətlərimi izləyirlər, şikayətlərimi izləyirlər, başqalarının xoşbəxtçiliklərini izləyirlər. Daima hər kəsin və izlədiklərində necə reaksiya verirlər? Önəmli olan faktor budur. Mənim qarşımda gördüyüm hər bir şey əslində mənim şuuraltımın, biz keçən dəfə demişdik, aynalarımız haqqında danışmışdıq, mənim şuuraltımın görüntüləridir. Və mən efirlərdə baxdığım, seçdiyim hər bir şey zaten mənim şuuraltımın informasiyasıdır, başqa bir informasiya deyil. Təsəvvür eləyin, davamlı biz cinayətə baxırıq. Açıram bu kanalda cinayətə baxıram, açıram bu bir kanalda cinayətə baxıram, telefonda davamlı cinayətə baxıram. İndi baxın, biz sosial şəbəkələrdə cinayətə baxmış olsaq, davamlı nə gələcək? Ancaq cinayətlə olan xəbərlər. Əgər biz oturub cinayətə daima duyğu versək, bayaq beynin dili dediniz, baxın bu da beynin dillərindən biridir. Beynin dili, yəni bu qədər biz burada bir saat ərzində, saat yarım ərzində danışa biləcəyimiz bir şey deyil. Şaxələnmiş bir qollardır. O qolları hissə hər bir mövzu düşdükcə orada o beynin dillərindən danışacağıq zaten. Məsələn, bayaq dediyimiz kimi, mən cinayətə davamlı baxdıqca və mən ona hər dəfə duyğu verdikcə, mən həmin hadisəyə verdiyim ağrını, o duyğunu təsdiqləmiş olurum. Və beynim nə edir? Təsdiqlədiyi bir şeyi mənə yaşatdırmağa başlayır. O cinayət yavaş-yavaş efirlərdən daha da yaxınlaşır mənim həyatıma. Qonşumda, ətrafımda, tanışda, bilişdə və yaxud da yol getdiyim yerdə artıq canlı görməyə başlayıram. Sonra deyirəm ki, mən bunu heç vaxt etmərəm. Etmərəm də yox.
Hətta deyirəm, bu nədir? Hər yan cinayətdir. O onun başını kəsir, bu bunu baltalayır, o ona bıçaq vurur, öldürür, o onun anasını öldürür, bu bunun bacısını öldürür. Və şikayətlənirəm bunlardan. Yenə də beynimə təsdiqləyirəm. Yenə də beynimə deyirəm ki, mən cinayət görmək istəyirəm. Və daha çox şikayətlədikcə ona duyğunu daha da çox verirəm. Daha çox duyğu verdikcə həmin cinayət işləri daha da yaxınlaşır. Bu dəfə daha da doğmaların vəzlərini görməyə başlayıram. Daha dərini. Ondan da, yəni yenə də dərs götürməyə, yenə də davam edib, yenə də ağracı ilə duyğu verirəmsə, bu demək ki, mən yenə də təsdiqləyirəm beynimə ki, mən cinayət görmək istəyirəm. Artıq öz başımda baş verməyə başlayır. Onu daha da yaxınlaşdırırım. İndi görün, beynin dili dediyimiz halda biz özümüzlə davranışlarımıza nə qədər diqqət yetirməliyik? Biz hər baxdığımıza nə qədər diqqət yetirməliyik? Biz başqalarının xoşbəxtliyinə baxanda onların xoşbəxtliyinə sevinməyə əvəzinə özümüzdə olmayan xoşbəxtliyi deyirik bəxtəvər, kaş ki bu məndə də olaydı. Görürsünüz davranış tərzimizdəki olan yanlışı. Biz sevinmədik ki bir xoşbəxtlik görürük. Biz həsəd apardıq. Bir içərimizdə bir pahalılıq hissi yarandı. Və yaxud da belə bir davranış gələcək. Allah bilir kimlərin pullarıdır və yaxud da kimlər nələr eləyib. Yəni davranışlarımız sadəcə tənqid, günahlandırma, qınama, şikayət, bəyənməmə, hansısa bir belə deyək də özümüzdən ayrı bilib onu orada bir obraz olaraq görüb ona görüntü veririk və ad da veririk. Ya qınayırıq, ya günahlandırırıq, ya hansısa bir şəkildə şikayət edirik. Yəni mənfi yanaşırıq. Baxın, davranışımız bu şəkildə pozulmağa başlayır. Gülşah xanım, bəzən birini görəndə, yəni bir belə deyək, imkanlar deyəndə ümumi götürürəm, imkanları zəif olan, bizdən aşağı olan və ya maddidən getmir söhbət, ola bilər fiziki inkişafı tam yerində deyil, ola bilər əqli və ya ola bilər hər nəysə də birini biraz yazıq durumda görəndə biz ona başlayırıq yazığımız gəlməyə. Hətta dilimizə də gətiririk. Falan kəs yazıqda belə oldu. Bu yazıqda elə oldu. Yazıq adamdır. Ondan nə gözləyirsən? Yəni bu yazıq ifadələri əslində doğrudurmu kiməsə işlətməyimiz? Bu nə deyirlər buna? Empatiya hissidirmi, yoxsa doğru bir şey deyil? Yox, bu empatiya hissi deyil. Yazıq dediyimiz ad, bayaq adlardan danışdıq. Bir insana yazıq deyiriksə, biz onu aşağılayırıq. Yəni, mən yazıq dediyim insanı necə görürəm? Yetərsiz, bacarıqsız, heç nəyi olmayan, və yaxud da kasıb. Məsələn, valideynlərindən birini itirib deyir ki, yazıq filan kəsin atası yoxdur və ya anası yoxdur. Bilirsiniz, bunu əgər izah eləsək, çox dərin bir tərəfləri var ki, valideynlərin ölümü əslində nə deməkdir? Valideyn cismani olaraq ölə bilər, amma ruh olaraq, belə deyək, zaten bu dünyada, yenə də enerji olaraq bu dünyada var. Heç kəsin valideyni, mən həmişə bu sözü demişəm, valideynlərimiz cismani olaraq bizi tərk edir. Amma enerji olaraq yox. Enerji olaraq zaten bizim bu həyatda, bu dünyada valideyn enerjimiz daima var və daima bizi dəstəkləyir və daima yanımızdadır. Ehtiyac olduğu üçün? Ehtiyac olduğu üçün deyəndə biz zaten valideynlər bizim qoruma mexanizmamızdır. Onlar bizim ən böyük mələklərimizdir, belə deyək. Yəni bu hər kəsə aid deyil də, yalnız valideyn hissi. Bəli, valideyn hissini. Ana, ata dediyimiz bizim ən çox qoruyan enerjimizdir. Bizi öyrədən, bizi tərbiyələndirən. Niyə deyirik ki, bizi öyrədən, tərbiyələndirən? Əslində belə deyək, öyrədən sözünü düzgün işlədək. Bayaqdan biz dedik ki, düzgün danışmaq lazımdır. Öyrətmək yox, indi biz öz sözümüzə belə deyək də düzgün bir şəkil düzən verək. Öyrətmək yox, bizi formalaşdıran, bizi cəmiyyətə hazırlayan, cəmiyyətlə tanış olmağı bizə öyrədən əslində bəli, valideynlərimizdir. Yəni bizi formalaşdırıb insan, şəxsiyyət bir varlığına çevirən. Allah bizə ruhu verir və valideynlərimizin vasitəsilə bizə bu cəmiyyətdə davranış tərzini öyrədir. Ona görə Allahdan sonra valideynlər çox önəmlidir. Ona görə biz daima valideynlərimizlə daxilimizdə inciklik, küskünlük olduğumuz halda, barışıqda olmadığımız halda
heç bir zaman biz irəli addım ata bilmirik. Bizim mütləq şəkildə daxilimiz ilk öncə valideynlərlə barışıqda olmalıdır. Valideynlərdən küslü olan heç bir evlad gələcəkdə heç nə eləyə bilməz. Sadə bir izah deyəcəm. Təsəvvür edin, əlimdə bir işıq var və bu işığın belə deyək də, arxa tərəfdən bir bulanıq şəkildə, bu ötürücüdür, bu işıq buradan bulanıq gəlir. Və bu işıq bu tərəfə də ötürülməlidir. Bura təmizlənməsə, bu bulanıqlıq aydınlanmasa, sizcə bu ötürücü bura aydın şəkildə bir işıq ötürə bilər? Hayır, təbii ki. Ötürə bilməz düzdür. Mütləq şəkildə bura təmizlənməlidir. Yəni aldığımız mənbə daha təmiz olmalıdır ki, yəni bizdən də götürüləndə biz eyni zamanda biz də bir mənbəyə çevrilirik. Ona görə ötürdüyümüz də təmiz olsun. Eynən, baxın, valideynlərimiz bizim, mən bunu deyim daha aydın olsun, çünki istəmirəm yarımçıq olsun. Biz əslində bir işıq parçasıyıq, bir nuruq. Və inanclarımızla, düşüncələrimizlə o işığın üzərini bir paltar geyinərək bürümüşük. Bu işıq parçasını bu dünyada qorumaq üçün göndərilən mələk, yəni onların vasitəsilə biz bu dünyaya var oluruq. Allah bizi onların vasitəsilə bu dünyaya var eləyir, yaradan. O da bizim valideynlərimizdir, atamız və anamız. Atamızın, anamızın kim olmasından, necə biri olmasından asılı olmayaraq, daxilimizdə onlara olan inciklik duyduğumuz halda biz heç vaxt gələcəyimizi qura bilmərik. Mütləq şəkildə ilk öncə keçmişimizi, yəni hansı mənbədən gəldiyimizi, enerjini hardan aldığımızı, yəni bizim sağ çiynimiz var, sol çiynimiz var. Sağ tərəf əslində anamızdır, sol tərəf atamızdır. Yəni biz bu enerjini tamamilə sağlam şəkildə barışığa gətirməsək, heç bir zaman irəli addım ata bilmirik. Mütləq şəkildə hər bir insanlara, hər bir şəxslərə ilk öncə daxillərində öz valideynlərinə olan inciklik, nə varsa onların hamısını birinci təyin etməklərini və bunlarla barışığa keçmələrini tövsiyə eləyərəm və o zaman həyatlarında bir dəyişikliyi görəcəklər. Gəldik sizin suala. Sualınızı bir də zəhmət olmasa xatırladım. Bəzən insanlara yazıq kimi baxırıq. Hətta deyirik ki, valideynlərin sözümüz də elə oradan düşdü. Oradan düşdü, bəli. Bəli, hətta valideynlərindən birini itirmiş insanlara belə yazıq deyirik. Nə bilim, başına nəsə gəlir yazıq deyib, yazıq adı ötürürük. Dərindən də heyfslənirik. Bu, yəni bizə doğrudurmu? Yəni, mən buna çox biraz sərt şəkildə yanaşacağam. Biraz düzdür, sərt şəkildə yanaşmaq əslində düzgün bir şey deyil, amma həqiqətən bir sərt şəkildə reaksiya verirəm buna. Çünki bir insanlara aşağılamaq, bir insanlara yetərsiz gözü ilə baxmağımız nə qədər düzgündür. Biz yazıq dediyimiz halda həmin insan gözümüzdə bayaq dediyimiz kimi yetərsiz, kasıb, heç bir şey olmayan və yaxud da təfəkkürü olmayan bir şəxs olur. Bəzən də insanın üzünə deyirlər bunu. Sən yazığın nəyi var ki, neynəyəsən və ya bu yazıq da yanında deyirlər. Təsəvvür, bu yazıq. Hətta bir nüansa da toxunacağam. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar. Valideynlər çoxsu öz uşaqlarına yetərsiz, öz uşaqlarına elə yazıq gözü ilə baxırlar. Amma əslində başa düşmürlər ki, onlar o uşaqlarına yazıq və yetərsiz gözü ilə baxaraq onları cəmiyyətdən təcrid eləyirlər. Onların öz həyatlarındakı inkişaflarının qarşısını alırlar və onları bir çərçivədə saxlayırlar. Sən yetərsizsən. Sən bu dünyada tam deyilsən. Bu düşüncə ilə yanaşırıq. Bu yaxınlarda gündəmi zəbt edən sığınacaq evində toy mərasimi oldu. Və mən sosial şəbəkədə baxıram yazılan rəylərə. Hətta toy mərasimini, yəni toyu canlı, TikTokda canlı yayım açmışdılar. Toy gedişata baxırdım. Maraqlı idi mənə. Çünki hansı səhifəyə dönürdümsə, hamı oranı paylaşırdı. Və sadəcə maraqlı gəldi ki, insanların yanaşması. Məsələn, mən baxırdım, pozitiv baxırdım gedişata. Niyə? Bəli, valideynləri yoxdur, amma onları sahiblənən bir xanım var. Nə gözəl, onların ətrafına yığışan bu qədər gözəl qəlbli insanlar var. Nə gözəl, onlar özlərini tək hiss etmirlər. Çox gözəl toy mərasimi keçir. Amma aşağıda rəyləri oxuyuram bir-bir. Yazıq,
gözüm doldu. Bax filan kəs nə yaxşı gəldi. Bunu atan ana bu, bunu atan ata bu. İndi o qadın nə yaxşı buna sığındı. Allah onun başından döksün və ya necə kövrəldim, necə ağladım. İndi o oğlan görəsən bu qıza yetim kimi baxmayacaqmı? Biri deyir ki, birazdan sonra onu elə yetim kimi görəcək. Bilirsiniz necə? Mən hələ çox azını dedim. Nələr vardı orada? Yəni düşünmürlər ki, sabah mənim oxuduğum bu şeylər həmin o ailə quran qızın da qarşısına çıxacaq o rəylər. O girib onlara baxacaq. Baxın, gəlin bir şey deyək. Əslində o rəylərin olması normaldır. Çünki kütlə olaraq insanlar hər kəs hansısa bir təfəkkürə sahibdir. Və hər kəs ziyalı bir savada və yaxud da ziyalı bir davranışa və yaxud da düzgün davranışa sahib deyil. Onlar özlərinin, yəni ifadə etdiyi həmin o yanaşmanı düzgün bildikləri üçün yanaşırlar. Baxsan, içlərinə mərhəmətdən doğan bir davranışdır. Hər kəs bir vicdani, ədalət, haqq, mərhəmət deyə belə deyək də fikirlər orada irəli sürüblər. Amma əslində, bayaq yenə də gəldim yenə həmin şeyə, davranış tərzinə. Məsələ budur ki, düzgün danışmağı bacarmadıqları üçün insanlara yanlış yanaşırlar. Biz əgər düzgün danışmağı öyrənsək, insanların duyğularına düzgün şəkildə yanaşmanı bacarsaq, əslində həm özümüzü, həm də qarşımızdakı insanı yetişdirmiş oluruq. Hərdən deyirlər ki, dəyişmək, filan kəsləri dəyişmək, qarşımdakı filan kəsi dəyişdir. Yox, onu dəyişmədin, özünü dəyişdin. Mən özümü dəyişdirdiyim halda qarşımdakı dəyişməyə başlayır. Mən burada cümləmi, mən burada sözümü, yanaşmamı düzgün şəkildə qurduğum halda qarşımdakı mexanik olaraq dəyişir. Yəni, mən qarşımdakına yazıq yox, nə gözəl dediyim halda o da özünü xoşbəxt hiss eləyir. Mən deyəndə ki, vay yazıq, atasız, anasız idi, bu formada ona toy elədilər, neynədilər deyəndə o uşaq, həmin şəxs özünün yetərsiz tərəflərini xatırlamağa başlayır. Və daima özünü yarımçıq, tam olmayan, yetərsiz, güvənsiz bir şəxs olaraq özünü tanıyır. Məsələ budur. Amma mən bayaq dediyimiz kimi yanaşsam ki, nə gözəl, afərin, görürsünüz, yəni bu şəxslər də ata-ana olmağına baxmayaraq, həyatda xoşbəxt olmağı, həyatda düzgün yol seçməyi bacarırlar dediyimiz halda, o şəxs özünün atdıqları addımdan qürur duymağa başlayır və xoşbəxtliyinin dadını çıxartmağa başlayır. Eynən. Düzgün danışmaq. Bu arada diqqətimdən qaçmadı, natamam demədiniz, tam olmayan dediniz. Yəni sözlərinizə diqqət edək dediniz. Belə, Gülşad xanım, təşəkkür edirəm. Ümid edirəm ki, bu dəfə də bir-birindən gözəl fikirlər söylənildi. Belə deyim, mən həmişə içində olduğum müsahibədən, həm söhbətimdən nələrsə öyrənirəmsə və bilirəm ki, bu faydalıdır. Həqiqətən də mən və hazırda kadr arxasında oturan dostlar da çox şey öyrəndik. Və sizin o qoyduğunuz, bizə dediyiniz texnikanı mən mütləq edəcəm. Nə gözəl, inşallah ki, faydasını görərsiniz və fürsətdən istifadə edib bir nüansı çatdırmaq istəyirəm. İnşallah ayın 27-si bizim bir belə sosiallaşma, tanış olma deyilən bir belə deyək görüşümüz olacaq. O görüşdə aktual olan mövzulardan, əsasən də münasibətlərdən danışacağıq. İnşallah, yəni istəyənlər elə buradan da səslənirəm, buyurub iştirak eləyə bilər, bizim səhifələrimizi izləyə bilər. Səhifələrimizdə zaten harda məkan, hər bir şey var, qeydiyyatdan keçmək üçün buyurub müraciət edə bilərlər. Orada çox gözəl müzakirələrimiz olacaq və yeni-yeni insanlarla tanış olacağıq. Sosiallaşma dediniz, bir ona da qısa fikir bildirək. Ümumiyyətlə, sosiallaşma lazımdırmı qadınlara? Bəli, sosiallaşma lazımdır. Biz sosial varlıqlarıq deyəndə bunun da altında başqa bir izahlar var, kvantdan izahlar var və bunu elə çox gözəl sizin də hal-hazırda vurğuladınız. Mən bunu qeyd aparacağam mütləq şəkildə. Əslində, biz sosial varlıqlarıq deyəndə nəyi nəzərdə tuturuq? Bunun izahlarını inşallah gələn görüşlərimizdə verəcəyik. Belə deyək, bunun izahını 27-si verəcək. İnşallah 27-si zaten münasibətlərlə bağlı danışacağıq. Orada sosiallaşma barədə də bəli, əslində biz sosial varlıqlarıq, yenə deyirəm, deyəndə nəyi nəzərdə tuturuq? Orada açıqlayacağıq, amma inşallah bu mövzularda görüşlərimiz hələ daha çox olacaq və izahlarımız daha çox olacaq. İzləyicilərinizdən siz sağollaşın.
bütün izləyicilərə ilk öncə məni dinləyən və özlərinə bu vaxtı ayırıb, öyrənib, özlərinə faydalı olmağa çalışdıqları üçün təşəkkürlər edirəm. Və sonunda bir kəlmə deyirəm. Özünüzdən vaz keçməyin, daima özünüzə faydalı olmağa çalışın. Təşəkkürlər. Buyurun.